Salam uşaqlar, xoş gördük sizləri. Bugün mən Aydə müəllimə sizinlə dəyişən elektrik cərəyan bölməsindən olan bir neçə məsələnin həllinə baxacağam. Çalışacağım ki, məsələlərimiz maraqlı məsələlər olsun, hansı ki, həmin məsələlərdə uşaqlar çətinlik çəkirlər. Həmin məsələlərdən biri 44-cü məsələdir. Məsələdə bizdə nə deyir? Dövrənin tutum müqaviməti hansı ifadə ilə müəyyən olunur? Ümumiyyətlə biz birinci yazaq tutum müqavimətinin ifadəsini. Biz bilirik ki, bizim tutum müqavimətimiz necə ifadə olunur? XS bərabərdir 1 bölünsün omega S ilə, düzdür? Aha, 1 bölünsün omega S ilə. Mən tutum müqavimətimi tapa bilmək üçün normalda mənə lazımdır bir omega, bir də S. Amma baxıram ki, bu verilən şəklə əsasən mən buradan yalnız S-ni çıxarda bilərəm. Yəni tutumu çıxarda bilərəm. Omegan burada yoxdur. O zaman 1 bölünsün omeganı olduğu kimi saxlayıram. Keçirəm tutuma. Tutuma baxanda burada nə görürəm uşaqlar? Deməli burada bizdə ümumi olaraq tutumu tapmaq üçün birinci baxıram ki, bu iki dənə tutum bir-biri ilə paralel birləşdirilibdir, düzdür? Buna əsasən də paralel birləşdirmənin tutumu S1 plus S2 olduğu üçün buradan bir dənə tapdım 4S. Tamam. O zaman burada bir dənə bizim belə 4S tutumumuz oldu. Keçirəm indi bu hissələrə baxmağa. Görürəm ki, bunlar da bu 4S ilə bu tapdığım 4S bir-birinə necə birləşdirilib? Ardıcıl. Ardıcılı da tapmaq üçün yazırıq ki, S1 vurulsun S2 bölünsün S1 plus S2. Və yaxud da biz bilirik ki, ardıcıl birləşmə əgər tutumlar eyni olarsa, tutumu saya bölürük. Yəni S ardıcıl tutum eyni olanda S bölünsün N-ə bərabərdir. 4S-ni də 2-yə böləndə qaldı nə? 2S. Mən ümumi olaraq tutumumu 2S tapdım. Gətirib onda burada hansı ki tutumum olan hissədə yazıram o 2S-ni. O zaman mənim XS-im 1 bölünsün 2 omega S-yə bərabər olmuş oldu. Cavablarımıza baxırıq ki, belə cavab A variantında göstərilmişdir. İndi isə uşaqlar baxağın 46-cı məsələnin həllinə. 46-cı məsələdə bizə nə deyir? Deyir, dəyişən gərginliyin amplitudunu sabit saxlamaqla tezliyi artırdıqda bizim A1 və A2 ampermetrlərimizin göstərişi necə dəyişmiş olacaq? Tezliyi artırdıqda. Uşaqlar, gəlin baxağın görəyin dövrəyə nə qoşulub. Baxırıq ki, burada bir dənə aktiv müqavimət var. Bir də tutum var, düzdür? Tutum müqaviməti, yəni kondensatorumuz var. Biz bilirik ki, aktiv müqaviməti ifadə edən ampermetrin göstərişini tapmaq üçün cərəyan şiddətindən ifadə etməmiz, yəni cərəyan şiddətindən istifadə etməliyik. Biz də bilirik ki, bizim cərəyan şiddətimiz aktiv müqavimətə görə U bölünsün R ilə ifadə olunur. Baxıram ki, uşaqlar, burada tezlik yoxdur. Əgər tezlik yoxdursa, əgər burada tezlik yoxdursa, o zaman bizim I birimiz dəyişə bilməz, konstant qalacaq. İndi baxıram ikincisi. İkincisiyə baxanda görürəm ki, orada tutum müqavimətim var. Mən də bilirəm ki, mənim tutum müqavimətimin cərəyan şiddəti U bölünsün XS ilə ifadə olunur. Buradan XS'in düsturu bilirik ki, nədir uşaqlar? 1 bölünsün omega S'dir. Omeganın yerinə 2 pi nü qoysaq, 1 bölünsün 2 pi nü qoyuram bura. S. 2 pi nü S. O zaman gətirirəm bu XS'in yerinə yazıram. 1 bölünsün 2 pi nü S qalxacaq yuxarı. Qalxdı yuxarı. Mənə deyir ki, burada tezlik artanda cərəyan şiddəti necə dəyişəcək? Əgər tezlik artırsa, burada cərəyan şiddəti də artacaq. Çünki cərəyan şiddəti buradakı tezliklə düz mütənasibdir. Onda tapdıq ki, bizim
i1'imiz değişmeyecek. i2'miz ise artacaq. Yəni cavabımız olacaq B variantı. İndi baxırıq 48-ci məsələnin həllinə. Burada bizə deyir ki, K açarını bir vəziyyətindən iki vəziyyətinə gətirəndə bizim ampermetrimizin göstərişi, yəni deməkdir cərəyan şiddəti necə dəyişəcək? Burada baxıram ki, uşaqlar tutum var. Demək ki, mən i-nin elə bir düsturunu yazmalıyam ki, tutumla əlaqəli olsun. O da tutum müqaviməti ilə əlaqəli bir düstur olacaq. Yəni UM bölünsün XS. Biz de bilirik ki, bizim XS'imiz nədir? 1 bölünsün omega S'dir. Omega'nın yerine 2 pi nü yazsam, S de burada olduğu kimi qalacaq. Onda param yuxarıda XS'in yerine ne yazıram? 1 bölünsün omega S, yəni 1 bölünsün 2 pi nü S. 1 bölünsün 2 pi nü S artıq qalxır yuxarı. Bir de buradan ləğv olur. Baxıram ki, uşaqlar burada bizim tutumumuzla cərəyan şiddətimiz bir-biri ilə düz mütənasibdir. 1-dən 2-yə çıxanda da uşaqlar baxıram ki, tutum S-dən 2-S'yə gəlib. Yəni tutum nə edibdir? 2 dəfə artıbdır. Tutum 2 dəfə artarsa cərəyan şiddəti nə edəcək? O da 2 dəfə artacaq. Çünki burada cərəyan tutumla düz mütənasibdir. Yəni cavabımız gələcək olacaq burada nə? C variantı.